Pezeşkiyanın Zəngi və Sepahın Azərbaycanı təhdid etməsi. Məsud Pezeşkiyan İlham Əliyevə zəng edib. Telefon söhbətində əsas diqqət çəkən məqam Pezeşkiyanın Naxçıvana hücumun İranla əlaqəsinin olmadığı haqda sözləridir. Hücum İran ərazisindən edilib, bunun təxribat yaxud məqsədyönlü şəkildə olması problemi də onlara aiddir. Bütün hallarda məsuliyyət İranın üzərinə düşür. Əliyev telefon söhbətində hadisənin araşdırılmasının vacibliyini qeyd edib, Pezeşkiyan da araşdırılacağını deyib. Hərçənd İran tərəfinin hadisəni ədalətli araşdıracağı şübhə altındadır. Birincisi, Tehrandakı səfirliyimizə hücumun araşdırılması təcrübəsi var. Uzun müddətdən sonra hücumu edən şəxs cəzalandırılsa da, sifarişçilər məsuliyyətdən kənarda qaldı. İkincisi, Naxçıvan hücumunun birbaşa Sepahın planı olduğuna dair əsaslı şübhələr var. Bu baxımdan, məsələnin ədalətli həlli ehtimalı zəifdir. Üçüncüsü, Pezeşkiyan sağlam yanaşma sərgiləsə də, İrana faktiki nəzarət edən Sepahın eyni mövqedən çıxış etmədiyi reallığı var. Onun qonşu ölkələrə hücumlara görə üzr istəməsi və hücumların dayandırıldığı haqda fikirlərinin rejim daxilində tənqidlə qarşılanması, hətta təksib edilməsi də bundan qaynaqlanır. O da nəzərə alınmalıdır ki, Pezeşkiyanın Əliyevə Zəngi Sepahın Azərbaycanı təhdid etməsi fonunda baş verir. Bu baxımdan hadisənin ədalətli araşdırılacağı gözləntisi az olmaqla yanaşı, Sepahın Azərbaycana yeni hücum cəhdlərinin olacağı riski də qalır. Bakının tələbləri isə dəyişmir. Hadisə araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdır. Əks təqdirdə sərt mövqe davam edəcək. Naxçıvana hücumla bağlı ABŞ-dan kritik həmlə, ictimaiyyətə açıqlanmayan məsələ. ABŞ Dövlət Departamenti İranın Naxçıvana dron hücumları ilə bağlı bəyanat yayıb. Bəyanatda rəsmi Vaşinqton İranın bu davranışını qınayıb və Azərbaycana həmrəyliyini ifadə edib. Bunu ABŞ-ın regiondakı mövqeyi baxımından necə qiymətləndirmək olar? Bu bəyanat real siyasi mesaj hesab oluna bilərmi? Global Info azda danışan deputat Hikmət Babaoğlu deyib ki, Naxçıvana dron hücumunun Vaşinqton tərəfindən pislənməsi ilk növbədə ABŞ-Azərbaycan dostluq münasibətlərinin göstəricisidir. Eyni zamanda bu mövqe ABŞ-ın Cənubi Qafqazda sülh və sabitliyin qorunmasında maraqlı olduğunu göstərir. Buna görə də bu addım yüksək qiymətləndirilməlidir. Bu, həmçinin ABŞ və Azərbaycan prezidentləri arasında qarşılıqlı hörmətə əsaslanan və iki ölkənin münasibətlərin daha da inkişaf etdirilməsinə yönəlmiş siyasi xəttin ifadəsidir. Politoloq Xəqani Cəfərli isə bildirib ki, bu bəyanat ilk növbədə Azərbaycanla həmrəylik xarakteri daşıyır. O cümlədən nümayiş olunan mövqe İranın münaqişəni daha geniş coğrafiyaya yaymaq siyasətinə etiraz kimi qiymətləndirilə bilər. Bu baxımdan bəyanat real siyasi mesaj daşıyır. Lakin iki ölkə arasında münasibətlərin səviyyəsini və əməkdaşlığın dərinliyini yalnız bu cür açıqlamalar deyil, daha çox ictimaiyyətə açıqlanmayan praktiki addımlar müəyyən edir.